Salam əziz, milli və sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə Bloom taksonomiyasının testlərini izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Bizə deyir ki, yanlış fikri müəyyən edin. İdrak taksonomiyası təlim məqsədlərini müəyyənləşdirməyə xidmət edir. Bəli. Çünki idrak taksonomiyası müəllimə kömək edir. Yəni, hansı məqsədə xidmət etdiyini müəyyənləşdirməyinə kömək edir. Hansı idraki bacarığı inkişaf etdirmək istədiyini seçməyə kömək edir. Dərsi tapşırıqları məqsəd yönlü qurmağa kömək edir. Yəni, taksonomiya təlim məqsədlərinin müəyyənləşdirməsində istifadə olunur. Bu doğrudur. Gecəyə B-yə. B dediyi idrak taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə doğru idraki fəaliyyəti formalaşdırmaq lazımdır. Bəli, taksonomiyanın elə əsas prinsipi budur ki, əvvəl sadə idraki fəaliyyətləri, sonra daha mürəkkəb əməliyyatları inkişaf etdirsin. Yəni, xatırlamağı, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Yəni, bu ardıcıllıq sadədən mürəkkəbə doğru gedir. Doğrudur. C dediyi idraki sahənin mərhələlərini müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür. Bəli, hər şagirdin hazırlıq səviyyəsi, düşünmə qabiliyyəti, öyrənmə tempi fərqlidir. Ona görə də idraki sahənin mərhələləri şagirddən şagirdə müxtəlif səviyyədə inkişaf edə bilər. Müəllim bunu mütləq nəzərə almalıdır. Qeyd edilir, idrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır. Bəli, bu da doğrudur. Çünki, məsələn, sadə test sualları xatırlamada, ümumiyyətlə, izah tipli suallar anlamada, situasiya tapşırıqları tətbiqdir, müqayisə və səbəb-nəticə tipli suallar təhlildir, layihə, yeni məhsul hazırlama yaratmaqdır. Deməli, taksonomiya qiymətləndirmə vasitələrinin çətinlik dərəcəsini qurmaq üçün də önəmlidir. Y amma yanlışdır. Deyir ki, aşağı sinif şagirdlərinə idraki sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək səmərəsizdir. Əksinə, belə deyək də, aşağı sinif şagirdlərinə elə məhz onların inkişaf səviyyəsinə uyğun tapşırıqlar vermək lazımdır ki, daha səmərəli olsun, daha yaradıcı olsunlar. Əgər müəllim yaşam idrak səviyyəsinə uyğun olmayan çox çətin tapşırıq versə, şagird çətinlik çəkər, motivasiya azalar, öyrənmə prosesi pozular. Aşağı sinifdə əvvəlcə sadə idraki əməliyyatlar formalaşdırılmalıdır. Ondan sonra yavaş-yavaş digər mərhələlərə keçmək lazımdır. B bəndində deyildiyi kimi sadədən mürəkkəbə doğru. Burada deyib, belə tapşırıqlar səmərəsizdir. Bu yanlışdır. Ona görə cavabımız olur Y bəndi. Əksinə, yəni səmərəli olmalıdır. Uşaqlara hər tip suallar və hər tip testlər, tapşırıqlar vermək lazımdır, amma sadədən mürəkkəbə. 1Y oldu, 2-yə baxıram. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşərək nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəcik hazırlayıb video çəkməlidirlər. Şagirdlərdən biri evdə, bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Bu hansına aiddir? Əlbəttə ki, konseptual və tətbiqə. Niyə? Çünki müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri haqqında izah verir. Sonra ev tapşırığı kimi onlara situasiyalara uyğun nitq etiketlərdən istifadə etməklə video hazırlamaq tapşırılır. Yəni, burada iki dənə şey soruşdu bizdə. Nəyi? Bilik, nəyin idraki? Bilik niyə konseptual olur? Çünki anlayışlar, kateqoriyalar, prinsiplər, əlaqələr konseptualdadır. Nitq etiketi nədir? Hansı situasiyada hansı ifadə işlədilməsidir, hansı davranış forması hansı məqama uyğundur. Bunlar da nədir? Qaydalar, anlayışlar, münasibətlər sistemidir. Buna görə də bunu konseptual götürürük. Məsələn, qonaq qarşılayarkən hansı etiket ifadəsi işlənir, yaşlı insana danışarkən hansı müraciət forması seçilməlidir, rəsmi və qeyri-rəsmi ünsiyyət necə fərqlənir. Yəni, bunlar addım-addım texniki əməliyyat deyirlər. Anlayışlar, münasibətlər üzərində qurulan konseptual bilikdir. Bəs niyə biz burada tətbiq götürürük? Çünki şagirdlər sadəcə nitq etiketlərini əzbərləmirlər. Onlar verilmiş vəziyyəti nəzərə alırlar, uyğun etiket ifadəsi seçirlər, onu praktik situasiyada istifadə edirlər, video şəklində nümayiş etdirirlər. Bu da artıq sadəcə anlamaq deyil. Çünki anlamaqda şagird yalnız izah edir, mənasını dərk edir. Amma burada öyrəndiyini real və ya modelləşdirilmiş situasiyada istifadə edir. Bu da tətbiq mərhələsində yer almış olur. Niyə konseptual anlamaq olmaz? İncə dediyimiz kimi. Çünki müəllim izah verəndə şagird anlama mərhələsində ola bilər. Amma ev tapşırığında o biliyi praktik olaraq istifadə edir. Deməli, əsas mərhələ anlamaq yox, tətbiq eləməkdir. Burada tətbiq düzdür, amma prosedural olmaz. Çünki bilik növü
düzgün deyil, necə etmək, addımlar, üsul, alqoritm olsa olardı. Bu sualda amma əsas məsələ nitq etiketlərinin istifadə olunduğu məqamlar və uyğunluğu anlamaqdır. Yəni bu daha çox konseptuala uyğun gəldi. Təhlil etmək olsaydı şagird nitq etiketlərini müqayisə eləyərdi, onların fərqlərini araşdırardı, səbəbləri ayırardı. Amma bu tapşırıqda şagirdin işi bunları analiz etmək deyil, uyğun situasiyada istifadə etməkdir. Ona görə də tətbiqdir. Burada video hazırlamaq sözünə görə də bəzən yaradıcılıq kimi görünə bilər, amma burada əsas məqsəd yeni orijinal məhsul yaratmaq deyil, verilən etik ifadələri uyğun situasiyada işlətməkdir. Yəni əsas idraki əməliyyat yaratmaqdan çox tətbiq eləməkdir. Yəni tətbiqlə yaratmağı belə fərqləndirə bilərsiniz. Olan bir əşya üzərində işin icrası tətbiqdir, olmayan bir əşya üzərində işin icrası yaratmaqdır. Ona görə burada cavabım oldu A bəndi. Üçüncü sualımıza keçirik. Deyir ki, Cəlil Məmmədquluzadənin Ölülər əsərində o dövrün cəmiyyətinin özünə məxsus xüsusiyyətlərinə münasibət bildirirlər. Bu hansına aiddir? Baxın, münasibət bildirmək, hər hansı bir Ölülər əsərində şagirdlər həmən əsərdə o dövrün cəmiyyətinin özünə məxsus xüsusiyyətlərə münasibət bildirirlər. Yəni şagirdlərə Məmmədquluzadənin Ölülər əsərində dövrün cəmiyyətin xüsusiyyətlərinin özünə məxsusluğu barədə fikir bildirmək tapşırılır. Yəni şagird sadəcə məlumat vermir, sadəcə izah etmir, münasibət bildirir, qiymətləndirir. Ona görə burada olur tətbiq. Anlamaq olsa olardı, mətnin mənasını başa düşür, ideyanı izah eləyir. Amma burada tələb olunan izah yox, mövqe bildirməkdir. Tətbiq etmək olmaz, çünki öyrəndiyin yeni situasiyada istifadə edir. Əsərə münasibət bildirmək tətbiq deyil. Burada fikir bildirir, mövqe tutur, əsaslandırılmış nəticə çıxardır. O da özünə məxsus xüsusiyyətlərə münasibət bildirir deyə biz bunu qiymətləndirmə götürürük, yəni dəyərləndirmə götürürük. Hissələrə ayırsa, səbəb-nəticə əlaqəsi qursa, məsələn, təhlil götürərdim. Yeni ideya, məhsul yaratmaq götürərdim. Mövqe bildirirsə dəyərləndirmədir. Cavabım ona görə olur C bəndi. Dördüncü sualımızda deyir ki, şagird Qız Qalasının dəfələrlə kiçildilmiş maketini hazırlayır. Bu hansına uyğundur? Əlbəttə ki, bu tətbiqə. Çünki bilik real fəaliyyətə çevrilir, praktik olaraq icra olunur. Maket hazırlamaq nəzəri bilikdən praktik fəaliyyətə gedir. Yəni tətbiq etmənin burada görürük biz. Hissələrə ayırsa, müqayisə etsə təhlil olardı. Maket hazırlamaq çünki analiz deyil. Burada yəni biz yeni bir şey yaratmırıq, yeni orijinal ideya yoxdur, mövcud obyektin üzərində işdir. Baxın, desəydi ki, şagird maket hazırlayır, onda olardı yaratmaq. Amma Qız Qalasının dəfələrlə kiçildilmiş maketi, deməli bir neçə dəfə istifadə olunub ki, mən ondan nəyisə işi görürəm, onda tətbiq olur. Amma olmayan bir şeydən olsaydı, yaratmaq götürərdik. Ona görə burada cavabımız olur A bəndi. Keçək 5-ci sualımıza. 5-də deyir ki, müəllim şagirdlərə payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini, müəllim şagirdlərə deyir ki, payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz. Bir müddətdən sonra onlarda əsər əlamət qalmır, deyir. Və bunun səbəbini izah etmələrini istəyir. Səbəb varsa, səbəb nəticə varsa biz həmişə mak axtarırıq. Mak nədir? Məntiqi təfəkkürü anlamaq, konseptual bilik. İndi burada təfəkkürü vermir, amma qəbulda həmişə üçünü bir arada verir. Yəni müəllim şagirdlərə payızda ağaclardan yarpaqların tökülməsini göstərir, səbəbini izah etməsini istəyir. Yəni şagird müşahidə etməlidir, səbəb nəticə əlaqəsini başa düşməlidir, izah etməlidir. Yəni burada konkret fakt əzbərləmir. Niyə yarpaq tökülür sualına cavab verir. Baxın, niyə sualı varsa demişik ki, nədir? Konseptualdır. Şərt deyil ki, burada niyə sual olsun. Cümləyə sual ver, gör niyə sualı varmı? Hadisələr arasında əlaqəni anlayır, fəsil dəyişir, temperatura azalır, fotosintez zəifləyir, yarpaqlar tökülür. Bu artıq konseptual düşünmədir. Anla, sadəcə xatırlamır, tətbiq etmir, səbəbini izah edir. Ona görə anlamaq götürürük biz bunu. Və tətbiq olmaz. Şagird biliyi praktik vəziyyətdə istifadə edərdi olsa olardı tətbiq. Ona görə burada cavabım olur mak. Yəni məntiqi təfəkkür, anlamaq, konseptual bilik. Məntiqi təfəkkür yoxdur, amma C bəndini götürürük. Təhlil olsa hissələrə bölsən, müqayisə etsə olardı. 5 oldu C bəndi.
6-cı suala baxıram. Aşağıdakılardan biri anlamaq mərhələsində ola bilməz. Baxaq. Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən? Ümumiləşdirmə, qruplaşdırma, konseptual bilikdir. Ümumiyyətlə birini biləndə o birini də bilmək daha rahatdır. Yəni konseptual biləndə bilin ki, anlamaq. Konseptual bir anlamaq, bir də yaratmaqla uzlaşır. Anlamaq olanda sadə fikirlərdir, yaratmaqda artıq avtomatik orijinal fikir ortaya çıxır. Ona görə deyirəm ki, yaddan saxlayın ki, konseptual 2-ci, 6-cı mərhələlərə uyğun gəlir. 2-6, 2 anlamaq, 6 yaratmaq. Burada kateqoriyaları, ümumiləşdirmələr deyir, qruplaşdırmaq, təsnifat bu anlamaq mərhələsindədir. Amma bizə aid olmayan istəyir. Bu iki hökmdən oxşar fərqli cəhətlərini müəyyən edir. Müqayisə varsa sadə müqayisə anlamaqdır, mürəkkəb müqayisə təhlildir. Bu da aiddir. Verilmiş atalar sözünü anladığın kimi izah elə. İzah varsa anlamaqdır. Verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslandır. Əsaslandırmaq varsa bu dəyərləndirmədir. Çünki artıq fikir bildirsən, mövqe tutsan, əsaslandırırsan, cavabım D bəndidir. Enerji çevrilməsinin izahını ver. İzah varsa anlamaqdır. Burada cavab oldu. Nə? D bəndi. İzah etmək, səbəbini demək, anlamaq, istifadə etmək, hazırlamaq, tətbiq, müqayisə etmək, ayırmaq, təhlil. Müqayisə anlamada da var, onu da deyim. Fikir bildirmək, əsaslandırmaq, dəyərləndirmək, yeni bir şey yaratmaq, yaratmaq mərhələsi. Ona görə 6-da idi. 7-ci sualımıza baxaq. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Hazırlanmış prosesdə tənəffüsdən düzgün istifadə qaydaları və onun tətbiqinin əhəmiyyətini öyrənirlər. Baxın, mən demişdim ki, harada əhəmiyyət görəndə konseptual götürün. Ancaq burada görün cümlədən eləcə əhəmiyyətdən danışsaydı biz onu götürərdik. Amma cümlənin əvvəlində görün nə qədər ifadələr var burada. Şagirdlər salafan, şüşə və plastikdən istifadə edib tənəffüs prosesi modelini hazırlamalıdırlar. Yəni nədənsə, baxın, eləcə desəydik ki, model hazırla yaratmaq olardı. Amma nədənsə istifadə edib eləyirəmsə, iş icra eləyirəmsə, bu tətbiq olur. Yəni ya C bəndidir, ya Y bəndidir. İkisindən biridir. Və burada düzgün istifadənin əhəmiyyətini öyrədir. Prosedural bilik nəyə istəyir bizdən? Necə etmək? Burada şagird model qurur, materiallardan istifadə edir, addım-addım fəaliyyəti icra eləyir, üsul var, əməliyyat var, praktik fəaliyyət var, prosedural bilik götürürük. Və burada tətbiq sadəcə oxumur, sadəcə izah eləmir. Praktik fəaliyyət var, model hazırlayır, biliyi tətbiq eləyir. Ona görə burada cavabımız olur Y bəndi. Amma indi baxıram, C ilə Y eyni variantdır. Yəni həm C, həm Y olar. Prosedural model hazırlamaq, prosedural tətbiq, amma nədənsə hazırlayır. Eləcə hazırlasaydı yaratmaq olardı. Sonra 7 oldu Y bəndi. 8-də deyir ki, məktəbdə keçirilən tədbir zamanı elektrik kəsilir. Təhlükəsizlik qaydalarına uyğun olaraq bu vəziyyətdə hansı addım atılacaqdır? Hansı addım atılacağını göstərin deyir. Yəni məktəbdə tədbir zamanı elektrik kəsildi, nə edəcəklərini göstərmək tələb olunur. Yəni qaydanı şagird bilir, amma əsas məsələ onu real vəziyyətdə tətbiq etməkdir. Burada xatırlamaq, yadda saxlamaqlıq bir şey yoxdur. Anlamaq sadəcə başa düşməkdir. Real situasiyada davranış göstərir deyə nəzəri biliyi praktik olaraq icra eləyir, praktiki davranışda sərgiləyir. Ona görə bu tətbiqdir, C bəndi. Situasiyanı parçalamaq olmur, fikir bildirmək yoxdur deyə, dəyərləndirmək, təhlil etmək də yoxdur. Real vəziyyətdə davranış tətbiq etmək mərhələsində olmuş olur. Yəni, model quranda, hazırlayanda prosedural tətbiq etmədir, nə edərdin situasiyası tətbiq etmədədir, fikir bildirmək, dəyərləndirmədədir, səbəbini izah etmək anlamadadır. Amma buradan, yəni mən açar sözlər deyirəm. Bizdə hansı atılacaq addımı göstərin deyir, real vəziyyətdə davranışın sərgilənməsidir. Ona görə burada cavabımız C bəndi olmuş oldu. Keçək 9-cu sualımıza. Hekayədə baş qəhrəman çətin vəziyyətdə öz maraqlarını üstün tutur və bu seçim nəticəsində başqalarına zərər yetirir. Müəllif bu davranışı birbaşa qınamır, lakin onun doğurduğu nəticələri oxucuya təqdim edir. Qəhrəmanın bu qərarının etik baxımdan təsirini təhlil edin və müəllifin bu yanaşmasının ədəbiyyatda nə dərəcədə uğurlu olduğuna münasibətinizi bildirin. Mənim münasibətimi, müəllifin öz əsərinə münasibəti təhlildir, mənim amma həmin əsərə münasibətim dəyərləndirməkdir. Yaddan çıxartmayın bunu. Çünki
tapşırıqda şagirddən nə istənilir? Qəhrəmanın qərarının etik baxımdan təsirini təhlil etmək, müəllifin yanaşmasının ədəbiyyatda nə dərəcədə uğurlu olduğunu qiymətləndirmək, bu barədə öz münasibətini bildirmək. Yəni burada sadə xatırlama və anlama yoxdur. Şagird mövqe tutmalıdır, hökm verməlidir, əsaslandırılmış fikir bildirməlidir. Bu da dəyərləndirmədədir. Çünki dəyərləndirmədə şagird müəyyən meyarlara əsasən fikir yürüdür, uğurludur, uğursuzdur, düzgündür, yanlışdır, etikdir, etik deyil kimi nəticələr çıxarır. Öz qərarını əsaslandırır. Burada da münasibətinizi bildirin deyil. Nə dərəcədə uğurlu olduğunu kimi ifadələr birbaşa bizi hara aparır? Dəyərləndirməyə. Xatırlamaq olmaz, çünki yalnız məlumat yadda saxlanılmır burada. Burada daha yüksək idraki fəaliyyət var. Anlamaq olmaz, anlamaq məzmun izah eləməkdir. Amma burada səhicə izah yox, hökm vermək var. Tətbiq olmaz, çünki biliyi yeni vəziyyətdə işlətmək. Burada vurğulanmayıb ki, tapşırıq praktiki tətbiq deyil. Təhlil etmək olmaz, çünki təhlil hissələri ayrı, səbəb nəticəni göstərir, sualda, amma təhlil etmə elementi mövcud olsa da biraz son məqsəd qiymətləndirmə və münasibət bildirməkdir. Ona görə qiymət verməyə əsaslandırmaq bizi Y bəndinə aparır. 10-cu sual. Hansı fikir doğrudur? Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Bu fikir tam düzgün deyil, çünki taksonomiya refleksiyada da dolayı şəkildə istifadə oluna bilər, amma onun əsas funksiyası o deyil axı. Taksonomiyanın əsas məqsədi təlim məqsədlərini sistemləşdirməkdir, tapşırıqları səviyyələrə görə qurmaqdır, qiymətləndirməni uyğunlaşdırmaqdır. Ona görə A əsas və dəqiq cavab hesab olunmur. B-də deyir, taksonomiya təlim məqsədlərini düzgün müəyyənləşdirməyə imkan yaradır. Bəli, çünki taksonomiya müəllimə nədə kömək edir? Dərsin məqsədini dəqiq qurmağa, hansı səviyyədə bacarıq formalaşdıracağını müəyyən etməyə, məqsədlə tapşırıq və qiymətləndirmə arasında uyğunluq yaratmağa. Yəni müəllim qərar verir ki, şagird sadəcə məlumatı xatırlasın, izah etsin, tədbiq etsin, təhlil etsin, dəyərləndirsin, yoxsa yaratsın. Ona görə də cavabım B bəndidir. C bəndində deyir, taksonomiya yalnız aşağı təfəkkür səviyyəsinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan verir. Xeyr, yanlışdır. Taksonomiya yalnız aşağı səviyyə yox, həm də təhlil, dəyərləndirmə, yaratmaq kimi yüksək təfəkkür səviyyələrində də uyğun tapşırıqlar qurmağa imkan verir. D-də deyir, taksonomiya şagirdlərin əsasən yaddaş və hafizəsinin inkişafına imkan verir. Yanlışdır. Taksonomiya yalnız yaddaşa xidmət eləmir. Əksinə o anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq kimi yüksək idraki bacarıqları inkişaf elətdirir. Taksonomiya tapşırıqların eyni səviyyədə hazırlanmasına şərait yaradır. Yanlışdır. Taksonomiyanın məqsədi bütün tapşırıqları eyni səviyyədə hazırlamaq deyil. Əksinə, sadədən mürəkkəbə, fərqli idrak səviyyələrinə uyğun tapşırıqlar qurmaqdır. Çünki şagirdlər də fərqli səviyyələrdədirlər. Cavabımız oldu B bəndi. 11-də deyir ki, şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Bu hansına uyğun gəlir? Biz əsaslandırır deyəndə dedik ki, dəyərləndirmək olur. Amma burada nə var? Şagird iki şey soruşur burada deməli, həm biliyi soruşdu, həm idraki. Baxın, konseptual biliyi niyə götürürəm? Çünki anlayışlar, kateqoriyalar, səbəb nəticə, qanun uyğunluqlar, bunlar hamısı konseptualdadır. Burada da şagirdə torpaq, canlı müxtəliflik, təbii amillər arasında əlaqəni başa düşməyi, əsaslandırmağı soruşur. Burada da addım-addım əməliyyat qaydası yoxdur. Yəni işi icra eləmir. Anlayışlar arasında əlaqə var. Hansı anlayışlar? Canlıların müxtəlifliyi, təbii amillər, bir neçə dənə ifadədir. Deməli, burada konseptual bilikdir. Üsul, hər hansı bir işin icrası yoxdur deyə prosedural götürmürəm. Ancaq burada niyə təhlil götürürəm? Çünki şagird burada müxtəlif amilləri ayırır. Onların təsirini müəyyənləşdirir. Səbəb-nəticə əlaqəsini qurur, əsaslandırma verir. Təhlildir. Çünki əsaslandırmaq ya təhlildə olur, ya dəyərləndirmədə olur. Sadə bir işin əsaslandıramsa təhlil, amma mürəkkəb bir iş əsaslandıranda dəyərləndirmə olur. Yəni təhlil zamanı şagird bütöv hissələri ayırır, əlaqələri aşkar eləyir, komponentlərin təsirini müəyyən eləyir. Burada da torpaq, canlılar, təbii amillər arasında münasibəti araşdırır. Ona görə də bu tətbiq yox, təhlildir. Amma bir dənə torpağı araşdırsaydı tətbiq olardı. Görürsünüz, torpaq, canlı, təbii amillər. Ona görə bu olur konseptual və təhlil etmək. Tətbiq dediyimiz kimi olmur. Burada sırf praktik əməliyyat yox, münasibətlərin araşdırılması ön planda durmuş olur. Ona görə 11 oldu D bəndi. Keçək 12-ci sualımıza. Dəmir açıq havada bir müddət qaldıqda paslanır. Paslanma zamanı dəmirin rəngi və səthi dəyişir. Bu proses zamanı dəmirdə hansı dəyişikliklərin baş verdiyini izah edin. Bizdən nə istəyir bu? Bunun taksonomiyasının hansı mərhələsinə uyğundur deyir. Niyə biz bunu
anlamaq götürürük. Niyə? Çünki izah etmək deyil. Burada işin icrası yoxdur ki, mən bunu tətbiq götürəm. İzah et, səbəbini de, nəticəni açıqla. Yəni bunlar hamısı anlamaq mərhələsindədir. Prosesi başa düşür, kimyəvi dəyişiklikləri izah edir, səbəb-nəticə əlaqəsini açıqlayır. Deməli, anlamaq mərhələsində olmuş olur. Məsələn, tətbiq etmə olsaydı, şagird təcrübə aparardı, paslanmanın qarşısını alma üsulunu istifadə edərdi, praktik fəaliyyət olardı. Burada sadəcə izah var. Yəni xatırlamaq olmaz, sadəcə fakt isə o xatırlamaq olardı. Hissələrə bölmək, müqayisə etmək olsa təhlil olardı, fikir bildirmək olsa dəyərləndirmək olardı. Cavabım ona görə oldu burada. B bəndi, anlamaq. 13-cü sual. Şagirdlər həyətdəki müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirirlər. Burada cavabımız nə istəyir bizdən? Biliyi, şagird biliyi öyrənib, indi onu real mühitdə istifadə eləməlidir. Yəni məsələn, bu praktik tətbiq olur. Niyə? Çünki günəşə baxaraq istiqaməti təyin edir, obyektlərə görə də cəhəti müəyyən edir. Sadəcə başa düşsə anlamı olardı. Sadəcə şimal haradır desəydi xatırlamaq olardı. Parçala, analiz elə desə təhlil olardı. Burada real həyatda istifadə var. Ona görə tətbiqdir. İşin icrası var. Ona görə biz bunu 13-cü C bəndi götürmüş oluruq. 14-cü sualımıza baxırıq. Tarix dərsində keçdiyiniz 3 mühüm tarixi hadisənin adını və baş verdiyi ili göstərin deyir. Bu xatırlamaq mərhələsində olmuş olur. Nəyə görə? Yəni sənin yaddaşına, hafizənə baxır. Adını göstərir, ilini göstərir. Yəni şagird burada yeni fikir qurmur, izah eləmir, tətbiq eləmir. Sadəcə yaddaşdan faktı çıxarır. Bu da tarix, tarixləri, adlar, faktoloji bilikdir. Ona görə xatırlamaq olur. Burada bir dəqiqə cavab oldu A bəndi. 15-ci suala baxırıq. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyə bacarmalıyıq və bu nəzakətsizlik hesab edilərmi? Sualını ünvanlayır. Fikirlərini əsaslandırmağı tapşırır. Deməli, fikirlərini əsaslandırmaq deyirsə, burada təhlil bir də dəyərləndirmək ola bilər. Ancaq bu biraz ağır fikirdir, sadə əsaslandırma deyil. Yəni, bizdən bir də öz fikrimizi əsaslandırmamızı deyil. Sizcə sualını avtomatik görürük ki, biz burada dəyərləndirməni aparmalıyıq. Çünki burada həm də bir şagird fikir bildirir, mövqeyini tutur, əsaslandırır. Ona görə qiymətləndirmə götürürük. Sosial davranış, etik norma, münasibət var. Bunlar da hamısı anlayışlar, prinsiplərdir. Ona görə də konseptual bilik götürürük biz bunu. Burada hər hansı bir əməliyyat yoxdur, qayda tətbiqi yoxdur ki, mən bunu prosedural götürüm. Sadəcə anlayış və fikir var. Fikir bildirir, əsaslandırır, dəyərləndirmədir. Sosial anlayışlar deyə konseptualdır. Ona görə burada cavabımız olur, konseptual dəyərləndirmə C bəndi. 16-cı suala baxırıq. Məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür. Şagirdlərin maarifləndirilməsi üzrə posterlər hazırlayır. Bu hansına uyğun gəlir? Görürsünüz, şagird gigiyena qəhrəmanı obrazı düşünür. Maarifləndirici poster hazırlayır. Gigiyena anlayışı, sağlamlıq, maarifləndirmə bunlar da nədir? Prinsiplə ideyalardır. Yəni konseptual bilikdir. Şagird yeni obraz yaradır, yeni məhsul, yeni poster hazırlayır. Bu da yaratmaqdır, create, yeni bir şey var. Mövcud şeyin üzərində nə hansı bir iş görsəydi tətbiq olardı. Amma burada yeni ideya, yeni məhsul var deyə yaratmaq götürürük. Yaddan çıxartmayın. Ona görə konseptual və ya yaratmaq. Konseptual ya anlama ilə, digərlərindən də olur, amma 99% anlama bir də yaratma ilə işlənir. Amma məsələn, konseptual dəyərləndirmə ilə də oldu. Çünki bir neçə daha anlayış var. Amma testlərdən çox anlama yaratmaqla düşür. 16 oldu Y bəndi. 17-ci və 18-ci suallarımıza baxaq. Məktəbdə şagirdlərin dərs zamanı diqqətinin tez yayılması müşahidə olunur. Psixologiyada diqqətin davamlığı, biologiyada beynin yorulması və pedaqogikada fəal təlim prinsiplərini nəzərə alaraq dərs müddətində diqqətin qorunmasına yönəlmiş yeni dərs strukturu modeli hazırlayın. Görürsünüz, olan bir şey üzərində işin icrası söhbəti deyil, sonra deyir bunun üzərində bir dərs strukturu modeli hazırla. Modelinizdə istifadə olunan elmi prinsiplər və onların dərs prosesində necə tətbiq olunacağı göstərilməlidir. Bu olur 17-ci sualda tətbiq. Olan bir əşya üzərində işin icrası var. Ona görə tətbiq götürürük. Burada müxtəlif sahələrdən biliklər də birləşir. Psixologiya, biologiya, pedaqogika, yəni konseptual bilikdir bu. Yeni model qurur.
innovasiya var. Burada fikir verirsiniz, heç variantlarda mən yaratmaqda deyirəm ki, olan bir şey əşya üzərində işin icrası tətbiqdir, olmayan bir əşya üzərində işin icrası yaratmaqdır. Amma heç yaratmağı qorxularından verməyiblər ki, yəni onu da götürə bilərik. Çünki yeni bir dərs struktur modeli yaradın deyir. Modeli çox adam görəndə yaratmaq götürür. Amma olan bir əşya üzərində işin icrası tətbiqdir, olmayan bir əşya üzərində işin icrası yaratmaqdır. Cavabımız burada oldu, C bəndi. 18-də şagirdlər verilmiş hadisənin baş verməsinə təsir edən əsas səbəblər və ilə ikinci dərəcəli faktorları ayırd edirlər. Görürsünüz, ayırd. Ayırd varsa, bax belə yadda saxlayın. Ayırmaq təhlildir, birləşdirmək konseptualdır, yaratmaqdır. Nəyisə ayırırsansa analiz edirsən. Əsas səbəbləri ikinci dərəcəli faktorları ayırd edir, parçalayır, fərqləndirir, strukturlaşdırır. Ona görə burada cavabım olur təhlil. Yarat, model qur, layihə hazırlama olanda yaratmaq olar. Amma baxır olan bir işi əşya üzərində olanda tətbiq olur. Olmayan bir əşya üzərində olanda yaratmaq olur. Deyərsiniz, Ayşə, mən oradan ora fırlayır, buradan ora deyir. Hərəsi bir qaydadır. Siz nəyə görə deyirəm? Mən taksonomiyanı çox sevirəm. Yəni ona görə açar sözlər bir deyirəm ki, belə olanda belə olur, belə olanda belə olur. Ona görə 18 A bəndi olmuş oldu. Keçək 19-cu sualımıza. 19'da deyir ki, problemin iki fərqli həll yolunda istifadə olunan addımları müqayisə edilir və hansı addımın nəticəyə daha çox təsir etdiyi müəyyənləşdirilir. Ümumiyyətlə, daha sözünü harda gördünüz? Həmişə təhlil axtarın. Baxın, anlama tərəzinin iki gözündə eyni müstəvidə müqayisə edir. Amma tərəzinin bir gözü qalxında daha çox təsir etdiyini, biri yuxarı qalxanda avtomatik təhlil olmuş olur. Çünki iki fərqli həll yolu müqayisə anlamada təhlildə var. Amma hansı addımın daha çox təsir etdiyini deyirsə də bu təhlildir. Hissələrə ayırmaq, müqayisə, təsir analiz etmək təhlildə yer almış olur. 19 D bəndi. 20-də xəritəyə baxarkən üzərində müxtəlif rənglər və işarələr görürsünüz. Xəritədə istifadə olunan iki əsas işarəni və onlar nə ifadə etdiyini yazın deyir. Deməli, mən yadıma salıb yazmalıyam. Xəritədəki işarələri göstər, onları nə ifadə etdiyini yaz. Yeni fikir yaratmır, müqayisə etmir, tətbiq etmir, sadəcə yaddaşdan bilik çıxarır. Mavi su, yaşıl meşə, bu da faktoloji biliyə əsaslanır. Ona görə cavabım olur xatırlamaq. 21-ci sual. Dünyanı dərk olunmasına dair elmi və dini dünya görüşlərinin izahını ver. İzah varsa maqdır. Məntiqi təfəkkür, anlamaq və konseptual bilik. Burada da anlamağı istəyir bizdən. Çünki anlayışı açıqlayıramsa, fərqlərini izah edirəmsə, mənanı dərk edirəmsə, bu anlamaqdır. Tətbiq olsa istifadə olardı. Yeni ideya olsa yaratmaq olardı. Fikir bildirmək olsa, əsaslandırma olsa dəyərləndirmək olardı. Ona görə burada cavabım olur anlamaq. Sonra 22-yə baxıram. Müəllim qaydanı izah etdikdən sonra iki nümunəni təqdim edir. Qaydanın hansı nümunədə düzgün tətbiq olunduğunu müəyyən edir. Yəni, izah edəndən sonra təqdim edir ki, sən özünün onu anlayıb anlamadığını, bir də cümlənin həmişə mahiyyətinə də baxın, görün sizdən nə istəyir. Yəni, buradan səndən soruşur ki, qaydanı izah edir, iki dənə nümunə verir, hansı nümunənin qaydanın düzgün tətbiq olunduğunu istəyir. Yəni ki, burada qaydanı izah edəndən sonra nümunələri tətbiq olunduğunu müəyyənləşdirin deyirsə, yəni artıq mən onu anlayıb anlamadığımı deyim ki, məndən soruşur ki, görün bu bunu bilir, yoxsa bilmir. Ona görə bu olur anlamaq. Cavabım B bəndi. 23-cü suala baxırıq. Dərs zamanı şagirdlərin əksəriyyətində passivlik müşahidə olunur. Bu vəziyyətin mümkün səbəblər kimi motivasiyanın azalması, dərs üsullarının uyğun olmaması, ailə mühitində dəstəyin zəifliyi və mövzunun çətinliyi göstərilir. Bu səbəbləri şagirdin şəxsi xüsusiyyətləri və təlim mühiti ilə bağlı amillər üzrə təsnif edin və hansı amilin daha təsir edici olduğunu əsaslandırın. Baxın, təsnif edin deyirsə ayırıram, hissələrə bölürəm və daha sözü varsa təhlildir. Əsaslandırın sözdə mən demişəm, ya dəyərləndirmədədir, ya təhlildədir. Mini versiya təhlildədir, makro versiya dəyərləndirmədədir. Ona görə burada cavabımız təhlil etmək olur. Səbəbləri təsnif edirsə təhlildir. Hansı amilin daha təsirli olduğunu əsaslandır. Daha sözü varsa təhlil olmuş olur. Belə. Bu da oldu 23B bəndi. 24-də baxıram. Şagird problemin həlli üçün vacib olan həlledici nüansları müəyyənləşdirir. Şagird problemin həlli üçün vacib olan həlledici nüanslar. Baxın, eləcə desəydik ki, şagird problemin həlli üçün
nüansları müəyyən edir. Onu da anlamaq olardı. Amma vacib olan həlledici, yəni daha vacib olanları çıxardır. Görürsünüz, tərəzinin bir gözü qalxdı. Eləcə desəydi ki, problemin həlli üçün nüansları müəyyən elə, anlamaq olardı. Amma vacib olan həlledici nüanslar deyilsə, bu artıq təhlil etmək olmuş olur. Yəni daha vacib olanları üzə çıxardırıq. Bu səbəbdən 24 Y bəndi olmuş olur. 25-ci sualımıza baxırıq. Müəllim Xürrəmlər hərəkatını tədris edir və şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazın tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyi tapşırır. Baxın, burada hərəkatı sadə cümlə deyil. Çünki Xürrəmlər hərəkatını tədris edir. Şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyə tapşırır. Yəni Babək haqqında məlumat verir, şagirdlərdən onun xüsusiyyətlərini müəyyənləşdirməyə tapşırır. Şagirdlər məlumatı anlamalıdır, xüsusiyyəti müəyyən eləməlidir, izah eləməlidir. Burada bir növ belə deyək də artıq konseptual bilik olmuş olur olmağına. Burada biraz çaşdırıcı məqam var. Əslində burada A da uyğun gəlir, B də uyğun gəlir. Yəni anlamaq da olur. Çünki müəyyənləşdirməyə tapşırsa bu anlamaqdır. Amma fikir verin, cümlə sadə cümlə deyil. Anlamaqda deyirəm, axı biraz sadəlik olur, amma təhlildə mürəkkəbdir. Mən Ənvər Məmmədxanlının bu əsərini baş obrazın tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirirəmsə, deməli, hərə onu özünə xas şəkildə eləyir, analiz eləyir, təhlil eləyir. Yəni, sadə bir fikir deyil mənim. Xürrəmlər hərəkatını müəyyənləşdir desəydi, anlamaq olardı. Amma Xürrəmlər hərəkatını tədris eləyir, onunla bunu əlaqələndirir. Görürsünüz, biri ədəbiyyatdır, bu fənlər arasıdır. Biri ədəbiyyatdır, biri tarixdir. Sən bunları gəlib bir analiz eləyəsən, əlaqələndirəsən, ayırasan. Ona görə bu təhlil və konseptualdır. Yəni bir neçə dənə mürəkkəb fikir var. Məsələn, deklarativ anlama evin balaca uşağıdır, konseptual təhlil evin böyük uşağıdır. Yəni onlar biraz daha böyük işlər görürlər. Belə yadda saxlayın. 25B-dir. 26-da şagird insan həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir. Qruplaşdırmaq, sistemləşdirmək, ümumləşdirmək varsa MAQ-dır. Məntiq təfəkkür, anlamaq, konseptual bilik. Ona görə də anlamaq var, o da D bəndində. 27-də idraki sahəni dəyərləndirmə mərhələsi haqqında verilənlərdən biri doğru deyil. Yuxarı təfəkkür səviyyəsindədir. Bəli, son 3 mərhələ təhlil, dəyərləndirmək, yaratmaq yuxarı təfəkkürdür. İlk 3 mərhələ də aşağı təfəkkürdür. Meyarlar və standartlar əsasında mühakimə etmək kimi xarakterizə olunur, doğrudur, çünki son etapdır. Müəyyən mövqeyi yaxud da qərarı əsaslandırmağı tələb edir, bəli, əldə olunan ideyanın məntiqini yoxlamağı tələb edir, çünki son 5-ci mərhələdir. Müəllifin mövqeyini müəyyənləşdirmək bu təhlildədir. Müəllif öz mövqeyini müəyyən edir. Ancaq biz onu analiz eləsəydik, bu dəyərləndirmək olardı. Bu təhlildədir. Y bəndi. Yanlış olan Y-dir. 28-də. Məktəbin biologiya laboratoriyasında təcrübə dərsləri məhduddur. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Sizdən tələb olunur ki, fotosintez və ya tənəffüs prosesi ilə bağlı ən azı 2 bioloji prosesi müşahidə etməyə imkan verən bir təcrübə qurğusu və ya model dizayn edəsiniz. Burada hansı olmuş olur? Baxın, burada hər hansı bir fikri verib onun üzərində işin icrası yoxdur. Bunlar dərsi keçiblər və ondan sonra deyir ki, buna bu kriteriyaları olan bir model hazırla. Demir ki, onun üzərində işi gör. Şagirddən tələb olunan nədir? Fotosintez, tənəffüs prosesindən bağlı model və ya təcrübə qurğusu dizayn etmək. Demir, bunun üzərində qur. Desəydi ki, biz bunu hazır eləmişik, get bunun üzərində qur, onda tətbiq olardı. Yəni, burada açar söz dizayn etməkdir. Dizayn sözü harada varsa mütləq yaratmaq götürür. Çünki hazır məlumat istifadə olunmur, yeni qurğu, yeni model var, yeni məhsul var, yeni ideya var, yeni struktur var. Ona görə burada yaratmaq götürür, cavabım olur A bəndi. Sonra 29-cu sual. İdraki sahənin tətbiq etmək mərhələsindən bağlı fikirlərdən hansı yanlışdır? Baxaq, prosedural biliklə əlaqəlidir, doğrudur. Həm əvvəlki, həm də yeni taksonomiyada eyni sıradadır. Bəli, əvvəllər dəyərləndirmə son sıradaydı, yaratmaq 5-ci sırada. Amma indikində yaratmaq son sıradadır, dəyərləndirmək
5-ci sırada. Əvvəllər tənqidi təfəkkür daha üstün idi, indi yaradıcı təfəkkür daha üstündür. Anlama mərhələsindən bağlıdır, bəli, anlamasan tətbiq edə bilməzsən. Taksonomiyanın aşağı təfəkkür səviyyəsidir, bəli, xatırlamaq, anlamaq, tətbiq aşağıdır. Şagirdlərdən yeni həll yolları axtarmaq, yeni həll yolu varsa bu yaratmaqdır. Çünki yeni sözü varsa bu yaratmaq olmuş olur. Keçək 30-cu suala. Müəllim şagirdlərə sual verir. Qanunlar olmasa cəmiyyət idarə etmək mümkün olardımı? Yəni fikrini əsaslandırmağını istəyir, sənin fikrini istəyir, mövqeyini istəyir, fikir bildirməyi, arqument gətirməyini istəyir. Ona görə bu dəyərləndirməkdir. Cavab bəli. 31-də şagirdlər müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini orada yaşayan insanların fəaliyyətlərinə necə təsir etdiyini izah eləyirlər. İzah sözü varsa maqdır. Yəni məntiqi təfəkkür anlamaq, konseptual bilik, o da hardadır? C bəndində yer almış olur. Səbəb, nəticə, təsir var, əlaqə var, faktları təhlil etmək var. Yəni burada daha doğrusu faktları izah etmək var, konseptual anlamaq, məntiqi təfəkkür C bəndi. 32-də şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemi araşdırır və bu problemlərin yaranma səbəblərini müəyyənləşdirir. Baxın, səbəb varsa konseptualdır. Yəni ya A-dır, ya B-dir. Burada eləcə sadə cümlə olsaydı, araşdırır desə tətbiq olardı. Amma səbəblərini müəyyən eləyirlər, yəni analiz eləyirlər. Gələcəkdə su problemi ilə bağlı araşdırma var, problemi hissələrə ayırır, səbəb müəyyən eləyir, əlaqə qurur, təhlil var, anlayışlar, səbəblər olduğuna görə də konseptualdır. Yəni fikir versiniz, biraz ağır cümlədir. Sadə cümlə olsaydı tətbiq götürərdim, konseptual tətbiq. Amma burada həm araşdırır, plus problemin yaranma səbəbini müəyyən edirlər. Yəni bir neçədən iş görürlər, analiz edirlər. Ona görə konseptual və təhlil 32B bəndi olur. 33-cü suala baxırıq. Müəllim dərsdə şagird fəallığını artırmaq üçün qrup işi təşkil edir. Qrup işinin bu məqsədə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirib qərarınızı ən azı 2 meyar əsasında əsaslandırın. Yəni mənim fikrim istəyir. Ona görə burada dəyərləndirmək olur. 2 meyar, ümumiyyətlə meyar, mövqeyi əsaslandırmaq görəndə bilin ki, dəyərləndirmə mərhələsində yer almış olur. Sonra 34-cü suala baxıram. Bir ekosistemdə müəyyən müddətdən sonra bitki növlərinin sayı azalır. Eyni zamanda həmin mühitdə bəzi heyvan növlərinin sayında artım müşahidə olunur. Torpağın məhsuldarlığı əvvəlki vəziyyətini itirir. Bu dəyişikliklərin bir-biri ilə necə əlaqəli olduğunu müəyyən elə. Yəni, görün nə qədər iş görür. Sonra deyir, bunları müəyyən elə və bu prosesin geçişində hansı bioloji əlaqələrin pozulduğunu tap. Yəni, daha bir növ eyni müstəvidə müqayisə eləmişsən. Daha hansı bioloji əlaqələrin pozulduğunu gərək sən analiz eləyəsən ki, bunu tapasan, hissələrə böləsən ki, tapasan. Ona görə bu təhlildir. Yəni deyirəm, təhlil asan fikirlər yox, biraz mürəkkəb fikirlərin üzərində iş icra olunmasını göstərir. Ona görə 34 B bəndi olmuş olur. Sonra 35-ci sual. Hansı tapşırıqlardan, aşağıdakı tapşırıqlardan hansı idraki sahəni dəyərləndirmə mərhələsinə aid deyil? Heyvanlardan təcrübi məqsədlərlə istifadə olunmalıdırmı? Mövzusunda debatda iştirak. Bəli, debat varsa bir neçə fikir müqayisə olunur, əsaslandırma aparılır. Bəli, verilmiş maddələri fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə et. Müqayisə et deyirsə, burada biz belə deyək də, anlamaq və təhlil götürə bilərik. Bu da sadə bir fikirdir. Fiziki və kimyəvi xüsusiyyətinə görə müqayisə anlamaq mərhələsi olur. Bu dəyərləndirmə olmur. Ona görə B-dir cavab. İkinci Dünya müharibəsində SSR-nin mövqeyinin münasibət bilir. Mövqey, münasibət varsa dəyərləndirmədir. Mənəvi əxlaqi dəyərlərin cəmiyyət üçün əhəmiyyəti barədə mühakimə yürütür. Mühakimə varsa dəyərləndirmədir. Yəni ağır sözlər dəyərləndirmədədir. Benzin istifadəsinin təbiətə ziyanı ilə bağlı mövqeyini bilir. Arqument, mühit, arqument, mühakimə, mövqey, münasibət, debat. Bunlar hamısı dəyərləndirmədədir. Cavabım ona görə B bəndi oldu. 36-da müəllim şagirdlərin təhlükəsizlik qaydalarına nümunələr gətirməsini istəyir. Ümumiyyətlə, nümunə sözünü harada gördünüz, anlamaq götürün. Çünki başa düşmüşəm ki, nümunə gətirə bilirəm. Ona görə 36 B bəndi olmuş olur. 37-də verilən tapşırıqlardan biri idraki sahənin tətbiq etmək mərhələsinə aiddir. Gəlin baxaq. A-da deyir ki, verilənlər arasında yanlış hökmü müəyyən eləyin. Yəni, sən anlamalısan ki, tapa biləsən. Eyni müstəvidə müqayisədir. Amma desəydik ki, daha yanlış hökmü, ən yaxşı hökmü onda təhlil olardı.
Deməli, bu tətbiqə aid deyil. Əldə etdiyin məlumatlar əsasında təlimat hazırla, yəni işi icra eləməlisən. Verilənləri qruplaşdır. Qruplaşdırmaq varsa bu anlamadır. Məntiqi təfəkkür anlamaq, konseptual bilik. Təqdim edilən anlayışları ümumiləşdir. Bu da qruplaşdırmaq, ümumiləşdirmək, maqdır, anlamaqdır bu da. Köhnə biliklə yeni bilik arasında əlaqə varsa bu da maqdır. Məntiqi təfəkkür anlamaq, konseptual bilik. Düzdür. İndi burada elə verməyiblər deyə sadəcə mən eləcə məntiqi təfəkkür deyil. Yəni çox verirlər testdə, çox düşür elə. Bu ona görə oldu B bəndi. Tətbiqə aid olan işin icrası 37B. 38-də şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır. Deməli bilir ki, xatırlayır ki, sadalayır, amma anlamır. Sadəcə sadalayır. Beynində var, xatirində, hafizəsində var, xatırlayır, sadalayır. A bəndi. 39-da duzlu göllərin yaranma səbəbini izah elə. Səbəb var, izah var, maqdır. Məntiqi təfəkkür anlamaq, konseptual bilik. C bəndi. 40-da deyir, şagird vaxtın səmərəli istifadə olunması qaydalarını bildiyini nəzərə alaraq dərs hazırlığı, istirahət və ailə ilə vaxt keçirmənin əhatə edən bir günlük vaxt bölgüsü planı tərtib edin. Baxın, eləcə desək ki, şagird plan tərtib edir. Onda yaratmaq olardı. Amma işi verib, get bunun əsasında plan tərtib elə, o da olur tətbiq. Olan bir əşya üzərində işin icrası tətbiqdir. Olmayan bir əşya üzərində işin icrası yaratmaqdır. 40 oldu C bəndi. Bu qədər uğurlar inşallah növbəti test izahlarında görüşərik.